İstiliç effekti. Deməli, eksotermik reaksiyalar var, bir də endotermik reaksiyalar var. Eksotermik reaksiyalar nədir? İstiliyin ayrılmasıyla gedən reaksiyalardır. Məsələn, deyək ki, hidrogen yanması eksotermikdir, azotun hidrogen reaksiyası eksotermikdir. Eksotermik reaksiyada yəni müsbət olur da, yəni müsbət olarsa, bu eksotermik reaksiya sayılır. Məsələn, metanın yanması, bunlar nədir? Eksotermik reaksiyalardır. Yanma reaksiyaları eksotermik reaksiyalardır. Deməli, endotermik reaksiyalarda nədir? İstiliyin udulmasıyla gedən reaksiyalardır. Məsələn, azotun oksigen reaksiyası təbii ki, bu şimşək çaxanda yaranır, yəni o əmələ gəlir. Bu endotermik reaksiyadır. Bir çox parçalanma reaksiyaları endotermik reaksiyalardır. Kalsium karbonatın məsələn parçalanması endotermik reaksiyalardır. Belə. Deməli, reaksiyanın nəticəsində nə qədər istilik ayrılırsa və ya nə qədər istilik udulursa, buna deyirik nədir? Reaksiyanın istilik effekti. Reaksiyanın istilik effekti iki tənliklə göstərilir. Deməli, hansılardır? Termokimyəvi tənlik, bir də termodinamiki tənlik. Termokimyəvi tənliklə istilik effekti Q hərfi ilə işarə olunur. Q hərfi. Termokimyəvi tənlik odur ki, yəni bu termokimyəvi tənlik. Reaksiyanın istilik effekti reaksiya tənliyi ilə birgə yazılırsa, buna deyirik nədir? Termokimyəvi tənlik. Məsələn, eksotermik reaksiyada Q-nin qiyməti nədir? Müsbət olur. Məsələn, burada deyək ki, Q-nin qiyməti suda. Deyək ki, 570-dir, amonyak məsələn, əmələ gəlməsində 92 kilojoldur. Belə. Məsələn, endotermik reaksiyalarda isə Q-nin qiyməti nə olur? Mənfi olur. Yəni, Q sıfırdan kiçik olur. Belə deyək, bu tip reaksiyalar. Bir də termodinamik tənlik. Termodinamik tənlik isə odur ki, reaksiyanın istilik effekti tənlikdən ayrıca yazılır, ayrıca göstərilir. Məsələn, istilik effekti delta H-la. Yəni, delta H nədir? Entalpiyadır. Entalpiya nə deməkdir? Sistemin özündə saxladığı nədir? Enerjidir. Yəni, biz növü bu nəyə bənzir? Məsələn, fizikada nə deyə bilərik buna? Məsələn, maddənin özündə saxladığı enerji nə deyirik buna? Daxili enerji deyirik də. Daxili enerji. Yəni, bu da elə bir ki, bir növü nədir? Daxili enerjidir. Sistemin özündə saxladığı nədir? Enerjidir. Entalpiya. Yəni, termodinamik tənlikdə deməli, eksotermik reaksiyada delta H-ın qiyməti nə olur deyirik? Mənfi olur. Endotermik reaksiyada delta H-ın qiyməti isə nədir? Müsbət olur. Belə, əksinə olur. Yəni, delta H bərabərdir mənfi 2. Endotermik reaksiyada delta H bərabərdir mənfi 2. Eksotermik reaksiyada isə mənfi delta H bərabərdir müsbət 2. Belə. Yaxşı. İndi bir də var, birləşmə reaksiyaları deyir ki, eksotermik reaksiyalardır. Məsələn, burada bir neçə birləşmə reaksiyası verir. Deyir ki, bunlar eksotermik reaksiyalar. Başqa hansı birləşmə reaksiyaları deyə bilərsə, yaza bilərik. Məsələn, kalsium oksid üstə gələk su. Məsələn, bu eksotermik reaksiyadır. Kalsium hidroksid. Başqa bildiyiniz nə varsa deyin yazaq. Məsələn, eksotermik bilir. Bəli? H-la xlor reaksiyası. Bəli. Məsələn, bunlar eksotermik reaksiyalardır. Birləşmə reaksiyaları eksotermik reaksiyalardır. Başqa bildiyiniz reaksiya varsa deyin, məsələn. Birləşmə reaksiyası. Yəni, bu tip reaksiyalar deyir ki, eksotermik reaksiyalardır. Parçalanma reaksiyaları isə nədir? Endotermik reaksiyalardır. Parçalanma reaksiyaları. Birləşmə reaksiyasında azotla oksigen birləşməsi nədir uşaqlar? İstisnadır, endotermikdir, mənfi 2-dir. Karbonat kütlə reaksiyası da, məsələn, endotermik. Düzdür, testdə ən çox adı seçilən azotun oksigen reaksiyasını verirlər. Məsələn, bu N2 plus O2 birləşmə reaksiyası endotermikdir. Parçalanma reaksiyalarda demək, endotermik reaksiyadır. Məsələn, kalsium karbonatın parçalanması, nitrat tusun parçalanması, suyun parçalanması misallar demək olar. Bunlar endotermik reaksiyalar. Amma azot monoksidin parçalanması əksinə olaraq onun parçalanması nədir? Eksotermik reaksiyadır. Belə misallar gətirmək olar. Yaxşı. Burada məsələn qeyd də var. Atomla elektron qopması nədir? Elektron qopursa endotermikdir. Elektron birləşdirirsə eksotermik. Məsələn, flor
elektron birləşdirsə bu eksotermik prosesdir. Amma deyək ki, natrium elektron verirsə bu nədir uşaqlar? Endotermik prosesdir. Bəli. Sonra əmələ gəlməzliyi. Əmələ gəlməzliyi nədir? 1 mol maddə bəsit maddələrdə əmələ gələrkən ayrılan və udulan stres miqdarıdır. Ancaq bəsit maddələrdə. Bəli, bəsit maddələrdə. Məsələn, burada deyək ki, amonyakın əmələ gəlməsi, deyək ki, reaksiyanın stres effekti 92-dir. Amonyak təbii ki, bəsit maddələrdən əmələ gəlir. Buna amonyakın sintezdə deyirlər. Nə deyirlər? Sintez. Sintez nədir? Bəsit maddələrdən mürəkkəb maddənin əmələ gəlməsinə sintez deyilir. Birləşmə reaksiyasıdır. Deməli, sintez nə oldu dedik? Sintez sözü, bu amonyakın sintezdir. Amonyakın sintezi. Deməli, sintez sözün mənası, deməli, bəsit maddələr birləşərək mürəkkəb maddənin əmələ gəlməsinə nə deyirlər? Sintez deyirlər. Bəli. Birləşmə reaksiyasıdır. Deməli, burada istilik effekti 92-dir. Məsələn, 2 mol amonyak əmələ gələrkən 92 kilojoldur. Məsələn, 1 mol amonyak əmələ gələrkən neçədir? 46 kilojol. Belə deyək. Vahidi kilojol. Əmələ gəlməsi vahidi nədir? Kilojol bölünsün mol. Əmələ gəlmə entalpiyası desəydi, mənfi 46 kilojol bölünsün mol. Məsələn, NO-nun deyək ki, əmələ gəlməsi mənfi 80, deyək ki, istilik effekti mənfi 80-dir. NO-nun əmələ gəlmə istiliyi nədir? Mənfi 90 kilojol bölünsün mol. Məsələn, desək ki, maye halda 572 kilojol. Yaxşı. İndi burada bəs suyun əmələ gəlməsi neçə olacaq deyirik? 200, bəli. Bəli. Suyun əmələ gəlməsi 286 kilojol bölünsün nə deyirik? Mol deyirik. Belə. Bəs desək ki, məsələn, belə bir misal deyim. Alüminium oksid reaksiyası, alüminium oksid. Bəs alüminium oksidin əmələ gəlməsi neçədir uşaqlar burada? 1600, bəli. 1600 kilojol bölünsün mol. Belə. Yəni bu əmələ. Bəs desək, məsələn, bu reaksiyada NO plus O2. Deyək ki, NO2. Burada NO2-nin əmələ gəlməsini deyə bilərik mi uşaqlar? Deyə bilməyik. Çünki başlanğıc maddələrdə biri nədir? Mürəkkəb maddədir. Bəli, mürəkkəb maddə. Biz deyirik ki, əmələ gəlməsini ancaq reaksiya girən maddələr bəsit maddələr olmalıdır. Bildiniz? Yəni bu, əmələ gəlməsini burada NO2-ni deyə bilmərik. Və yanma. Yanma birisi, ümumiyyətlə, bütün maddələr yanarkən nə reaksiya daxil olur? Oksigenlə. Bəli, oksigen yanmaya kömək edir. Maddənin oksigen reaksiyasında istilik və işığın ayrılması. Bütün yanma prosesi eksotermikdir, bilirsiniz. Maddənin oksigen reaksiyasında istilik və işıq ayrılır. Yanmada istilik və işıq ayrılır. Buna yanma deyirik. Yəni, bir çox yanmalar var. Metanın yanması, alüminium oksidin yanması. Yəni, çox misallar demək olar yanma reaksiyasına aid. Yanma istiliyi nədir? 1 mol maddə yanarkən nədir? Ayrılan istilik miqdarına yanma istiliyi deyirik. Məsələn, asetlinin yanma istiliyi burada neçədir? Yanan maddə burada asetlendir. Bəli, 2600 bölü 2-yə 1300 kilojol bölünsün moldur. Yaxşı. Alüminiumun yanma istiliyi neçə olacaqdır? 800 kilojol bölünsün moldur. Yaxşı. Məsələn, desək ki, deyək ki,
Məsələn, fosforun yanması nə qədərdir? Deyək ki, burada 2/4-dür. 2/4 kilojol nədir? Bölünsün moldur. Belə. Kim çatdı? Deməli, bu deyək ki, yanma istiliyidir. Və sonra, məsələn, gəlir Hess qanunu. Hess qanunu nə deməkdir? Məsələn, bax, bu yekun reaksiya, məsələn, burada karbon oksigen reaksiyasıdır, karbon qazını almaz. Yekunda karbon qazı alır bu reaksiyada. Bir əvvəlcə karbon oksigenlə daxil olur, deyək ki, dəm qazı alınır, birinci mərhələdir. Sonra yenidən CO oksigenlə daxil olur, karbon qazı alınır. Yəni, yekun Q3-dür, istilik effekti, bu Q1-dir, bu da Q3-dür. Q3 bərabərdir, Q3 dəcə Q2. Yəni, Hess qanunu nədir? Yekun reaksiyanın istilik effekti aralıq mərhələlərin istilik effektlərin cəminə bərabərdir, belə deyək. Məsələn, bu tipdə göstərmək olar. Yaxşı. Məsələn, burada Hess qanununa aid misallar var. Tənliklər verilir. Məsələn, hidrogen klorla reaksiyası. Məsələn, hidrogende görünür ki, məsələn, rabitə nesi 436 kilojoldur. Klorda deyək ki, 242 kilojoldur. H klorda 430 kilojoldur. Bu Q başlanğıcdır, deyək bu da Q məhsuldur, deyək ki, 280. İstilik effekti nəyə bərabərdir? Məhsuldan nədir? Reaksiya girən, başlanğıcı çıxır. Yəni 860-dan 678-i çıxır, 182 kilojol. Və yaxud bu reaksiyada kalsium oksid karbon qazı reaksiyasında misal üçün, məsələn, kalsium oksidin əmələ gəlməsi 635-dir, karbon qazının ki 393-dür, kalsium karbonatının kesə nədir? 1207-dir. Buradan da deməli, nə deyirik? İstilik effekti nəyə bərabər? Məhsuldan nə çıxır? Başlanğıcı çıxır. Bəli, yəni 1207-dən 28-i. İndi bir nə deyim yazaq? Məsələn, deyək ki, hidrogenin rabitə nesi 436. Oksijenin rabitə nesi 498. Suyun da 927. Deməli yazılır. H2 plus O2 alınır su və bu reaksiyanın istilik effektini tapın, deyək ki. Bunu necə tapa bilərik? Nə edirik? Burada 2 vuraq. 436. Bu da 498. Bu başlanğıc tərəfdir. 2 başlanğıc. Başlanğıc neçələdir? 1370. Bu da 2 vuraq 927. Bu da məhsuldur. 1800 neçə? 54 kilojol. İstilik effekti nəyə bərabər deyirik? Deməli, məhsuldan başlanğıcı çıxarıq. 1854-dən çıxarıq. 1370 neçə edəcək? 484. Belə. Bu da deyək ki, nədir? İstilik effekti tapılır. Həmçinlər bəli, yazılır. İndeks yox. İndeks formuldur. Yəni, onun əlaqəsi yoxdur. Sonra burada verilib yanacaqlar, 3 aqreqat halda olurlar, qaz yanacaqlar, maye yanacaqlar və s. Təbii ki, ən əlverişli yanacaq qaz yanacaqlar sayılır. Çünki tam yanır, atmosferi az çirkləndirir. Bu birinci faydası. İkinci, daşınması rahatdır. Biz ki, borular şəkildə, məsələn, qazların daşınması. Amma digərləri isə, məsələn, deyək ki, nəqliyyatdan istifadə olunur da, məsələn, qatardan və s. Bəli. O da xərci çox olur da, yəni, daşınması. Qaz yanacaq ucuz başa gəlir. Bəli, daşınması rahatdır, belə deyək, həm də atmosferi çirkləndirmir o qədər. Belə. Sonra reaksiyalar var ki, deməli, aqreqat halına görə homogen reaksiyalar var, reaksiya iştirak edən maddələr. Homogen reaksiyalar nədir? Homo eyni deməkdir. Reaksiyada iştirak edən maddələrin aqreqat halları eyni olarsa, yəni deyək ki, qaz halda olarsa hamısı və yaxud maye halda olarsa, bunlar nə gedir? Homogen reaksiya deyə bilərik. Bəli, heterogen reaksiyada reaksiyada iştirak edən maddələrin
aqreqat hallar müxtəlifdir. Məsələn, karbon oksində yanması. Məsələn, bu heterogen reaksiyadır. Məsələn, deyək ki, məsələn, dəmir sulfat su reaksiyası heterogen reaksiyadır. Belə. Yaxşı. Bir qeyd kimi də deyim. Məsələn, su. Su buz halda maye hala keçməsi ərimədir. Maye haldan buxar hala keçməsi qaynamadır. Təbii ki. Deməli, buzdan buxara doğru getdikcə bu hansı proses gedir? Endotermik proses gedir. Bəli. Endotermik proses. Yəni, mənfi olur, Q sıfırdan kiçik olur. Q sıfırdan kiçik olur. Belə. Bu endotermik. Delta H desə sıfırdan böyük olur. Bunu da yadda saxlayın. Və sonda bəzi yenə həmişə kimi kitabda qayda hər mövzudan sonra bəzi test nümunələrin nədir? İzahları verilibdir. Yəni lazım olarsa oradan istifadə edə bilərsiniz. Deməli bu qədər. Bugünkü dərsimiz az dərs idi, asan